Salam. Bu videoda məlumatların təsviri mövzusuna baxırıq. Əgər izahların davamlı olmağını istəyirsinizsə, kanala abunə olub videonu bəyənməyi unutmayın. Başlayaq araşdırma müzakirə hissəsindən. Şirniyyat mağazasında satışda olan 60 ədəd tort haqqında məlumat dairəvi diaqramda və cədvəldə təsvir edilmişdir. Aşağıdakı suallara cavab verərkən hansı təsvir üsulundan istifadə etmək daha əlverişlidir? Dairəvi diaqramdan yoxsa cədvəldən fikrinizi əsaslandırın. Biz baxırıq ki, cədvəldə bizə tortların sayı verilib, dairəvi diaqramda isə onların faizini, yəni ümumi tortların nə qədər hissəsini tutduğunu. İndi gəlin suallara baxaq. Meyvəli tortların sayı, ballı tortların sayından nə qədər çoxdur? Baxın, burada bizə sayı lazımdır hər bir tortun. Yəni, biz cədvəldən istifadə edirik. Meyvəli tortların sayı 18-dir. Çıxırıq ondan ballı tortların sayını, yəni 15-i. Bərabərdir 3. Cavabımız olur 3 və əlbəttə ki, bizə cədvəldən istifadə daha əlverişli olur. Keçək ikinci suala. Bütün tortların ən çox hissəsini hansı tort təşkil edir? Və dairəvi diaqramın məqsədi də budur. Baxanda bilirik ki, biz bütün tortların ən çox hissəsini şokoladlı tort təşkil edir. Ona görə də cavabımız olur şokoladlı və burada da daha səmərəli olur dairəvi diaqramdan istifadəmiz. Keçək öyrənmə hissəsinə. Məlumatların müxtəlif formalarda təsviri. Məlumatları aydın başa düşmək və düzgün nəticələr çıxarmaq üçün onları daha əlverişli formalarda təsvir etmək lazımdır. Məlumatları müxtəlif formalarda təsvir etmək olar. Cədvəl formasında, yəni kəmiyyətin qiymətlərinə əsasən hesablamalar aparmaq üçün əlverişlidir. Sütunlu diaqram. Kəmiyyətin qiymətlərini müqayisə etmək üçün əlverişlidir. Dairəvi diaqram tam və onun hissələri haqqında məlumatı təsvir etmək üçün əlverişlidir. Xətti diaqram. Kəmiyyətin zamandan asılı olaraq dəyişdiyini təsvir etmək üçün əlverişlidir. Piktoqram isə kəmiyyətin qiymətlərini simvollarla təsvir etmək üçün əlverişlidir. İndi başlayaq çalışmalara. Samirin həftənin 7 günü ərzində qət etdiyi məsafə müxtəlif üsullarla təsvir edilib. Suallara cavab verin. Bizə variantlarda suallar verilib və hansı diaqram ona daha uyğundursa, biz həlli olaraq həmin diaqramı yazırıq və nəyə görə daha uyğundur, onun açıqlamasını veririk. Gəlin baxaq B variantına. Hansı təsvir həftə ərzində qət edilən məsafəni hesablamaq üçün daha əlverişlidir? Biz ümumi məsafəni hesablamaq üçün nə etməliyik? Hər günə aid olan məsafəni bilməliyik, görməliyik və onları toplamalıyıq. Hansında daha aydın şəkildə məsafələr verilib? Əlbəttə ki, cədvəldə. B variantında cavabımız, yəni həllimiz olur cədvəl. Açıqlama hissəsini isə yazırıq ki, qət edilən məsafəni hesablamaq üçün cədvəl daha əlverişlidir. Çünki onda məsafələr daha aşkardır. Baxırıq C variantına. Hansı təsvirdə hər gün qət edilən məsafənin ümumi məsafənin hansı hissəsini təşkil etdiyini müəyyən etmək daha əlverişlidir? Əlbəttə ki, burada da cavabımız dairəvi diaqramdır. Çünki dairəvi diaqrama baxdıqda hər gün qət edilən məsafənin ümumi məsafənin hansı hissəsini təşkil etdiyini müəyyən etmək daha əlverişlidir dairəvi diaqramda. Dairəvi diaqram. Baxaq D variantına. Hansı təsvirdə günlər üzrə qət edilən məsafələri müqayisə etmək daha əlverişlidir? Bunda isə cavabımız olacaq sütunlu diaqram. Açıqlama hissəsinə isə yazırıq ki, günlər üzrə qət edilən məsafələri müqayisə etmək üçün sütunlu diaqram daha əlverişlidir. Nəyə görə? Baxın, məsələn, baxaq bazar ertəsi qət edilən məsafəyə. Görürük ki, nə qədər məsafə qət edilib. Kilometrə əsasən tutaq ki, bura 5 olsun, burada 10 olsun. Biz görürük ki, ikinci günə müqayisədə birinci gün daha az məsafə qət edilib. Yəni, burada müqayisə eləmək daha rahatdır. Keçək ikinci suala. Sualları cavablandırın. Məlumatların təsvir forması əlverişlidirmi? Fikrinizi əsaslandırın. Baxaq A variantına. Uşaqları oxuduqları səhifə sayına görə azdan çoxa olmaqla necə sıralamaq olar? Bu müqayisədir və fikrimizə əlverişlidir. İndi gəlin, hər birinin oxuduğu səhifə sayını tapaq. Aynur 25 səhifə oxuyub. Gəlin, yuxarı hissəsinə yazaq. Elxan 20 səhifə, Samir 15 və 20-nin yarısındadır. Tutaq ki, buna deyək 17 səhifə. Layla isə 30 səhifə oxuyub. Və azdan çox olmaqla necə sıralamaq olar? Ən az Samirdir. S böyükdür, kiçikdir. Ondan daha çox, amma yenə də az oxuyan şagird kimdir? Elxan. Kiçikdir. Aynur və yekunda Layla. Azdan çox olmaqla sıraladıq və bəli, əlverişlidir. Baxaq B variantına.
Yaz və yay fəslini sevənlər birlikdə sorğuda iştirak edənlərin hansı hissəsini təşkil eləyir və dairəvi diaqram verilib bizə. Biz burada cavabı tapmaq üçün nə etməliyik? Yaz və yay fəslini sevənlər hansı ki sorğuda iştirak eləyiblər, onların verilən kəsrlərini toplamalıyıq və beləliklə tapırıq. Bəli, dairəvi diaqramda bu təsvir forması bizim məsələmiz üçün əlverişlidir. İndi gəlin cavabı tapaq. Yaz ayları üçün sorğuda iştirak edənlərin sayı 5-də 1-dir. Yay ayları üçün isə 5-də 2-dir. İndi bunları toplayırıq və cavabımız olur 5-də 3. İştirak edənlərin 5-də 3 hissəsini təşkil eləyir. Baxaq C variantına. Hər şəhərin əhalisi neçə nəfərdir? Hər adam şəkli 500 min nəfərdir. Bəli, bu təsvirdə, cədvəl təsviridir bu. Bu təsvirdə bizim üçün əlverişlidir. İndi gəlin hesablayaq. A variantında neçə adam şəkli var? 1, 2, 3, 4. 4-də də 4-ü vururuq 500 minə. Cavabımız isə olur 2 milyon. B şəhərinə baxaq. 2 adam var. 500 mini 2-yə vururuq. 500 mini 2-yə vururuq. Bu da olur 1 milyon. 3-ə vuranda isə olur 1 milyon yarım. 1,5 milyon. Beləliklə cavablarımızı da tapdıq. Keçək 3-cü çalışmaya. Eyni məlumat iki üsulla təsvir edilmişdir. Hansı təsvir forması suala cavab vermək üçün daha əlverişlidir? Fikrinizi əsaslandırın. A variantındakı sualda deyilir ki, şəhərdə nəqliyyat növləri ümumi nəqliyyatın hansı hissəsini təşkil edir? Əgər sizdən bir sual soruşulursa və sonunda ümumi hər hansısa bir əşyanın hansı hissəsini təşkil edir deyə sualı qoyursa, avtomatik bizim cavabımız, yəni təsvir üsulumuz mütləq dairəvi diaqram olmalıdır. Yəni A variantındakı sualı həll eləmək üçün biz baxırıq dairəvi diaqrama. Deməli, sualımızı bir daha oxuyaq. Şəhərdə nəqliyyat növləri ümumi nəqliyyatın hansı hissəsini təşkil eləyir? Burada isə bizə açıq aydın verilib. Məsələn, taksi 4%-ni təşkil eləyir, avtobus 42, metro 34, şəxsi avtomobillər isə 20%-ni təşkil eləyir. Baxaq B variantındakı suala. Zooparka gələn ziyarətçilərin sayını həftənin günlərinə görə çoxdan aza sıralayın. Sıralamada cümə günü neçənci olar? Biz bilirik ki, sıralamada əlbəttə ki, sütunlu diaqram bizə daha çox kömək eləyir. Yuxarıdakı çalışmalarda da bunu dedik. İndi isə gəlin sıralayaq. Sıralamada cümə günü neçənci olar? Ən kiçik hansıdır? Bazar ertəsi. Birinci gün kiçikdir. Daha sonra gəlir üçüncü gün. 100 ədədlə. İkinci gün kiçikdir. Daha sonra 5-ci gün, yəni cümə kiçikdir. Bu 3-cü gün idi. Aha. 1, 3 və 5-i yazdıq. Daha sonra gəlir 2-ci gün. Kiçikdir. Gəlir 4-cü gün. Kiçikdir. 6-cı gün və bazar günü. Aha. Sıralamamızı etdik. Çoxdan aza görə sıralayın deyil. Aha, biz azdan çoxa görə sıraladıq. Çoxdan aza isə bunun əksini olmalı idi. Nəysə, sıralamada cümə günü neçənci olar? Əgər biz çoxdan aza görə sıralayırıqsa, deməli bunun əksi olmalı idi. Cümə gününün neçənci olduğunu soruşursa isə, indi əksindən saymalıyıq. Yəni 1, 2, 3, 4, 5. Cümə günü 5-ci olur. Baxaq C variantına. Usta əlinin qazancı hansı ayda əvvəlki ayla müqayisədə ən çox artmışdır? Əlbəttə ki, bunu hesablamaq üçün dairəvi diaqram təsvirindən yox, biz xətti diaqram təsvirindən istifadə eləməliyik. Çünki aydın şəkildə görünür. İndi isə baxaq ki, hansı ay əvvəlki aya nisbətən ümumiyyətlə artıb maaş. Baxın, fevral ayı artıb, aprel ayı artıb və iyul ayı artıb. İndi isə nə qədər artdığına baxaq. Fevral 1000 alırdı, yanvar isə 600. 1000-dən 600, 400 manat artıb. Apreldə isə 1200-dən 1000, yəni 200 artıb. İyulda isə iyuna nisbətən, iyunda 1000 alırmış, iyulda isə 1200, yəni 200 artıb. Kəskin şəkildə artan hansıdır? Fevral ayı. Cavabımız oldu fevral. Nə qədər isə 400 manat. İndi isə baxaq 4-cü çalışmaya. Suala cavab vermək üçün məlumatın təsvir forması əlverişlidirmi? Soruşulan məlumatı daha əlverişli üsulla necə təsvir etmək olar? Dərnəklərə cəmi 200 şagird yazılıbsa, hər dərnəyə neçə şagird yazılıb? Dərnəyə yazılan şagirdlər. Düzdür, bu əlverişli deyil, amma hesablamaq olar. Hesabladıqdan sonra isə əlverişli olan cədvəli mən sizə deyəcəm. Diaqramı daha doğrusu. İndi isə gəlin hər birini hesablayaq.
Birinci rəsmi hesablayaq. 200-ün 30% yazırıq, vururuq %30-a. Sıfırlar ixtisar olunur, 20 vurulsun 3-də olur 60 şagird. Musiqi 200-ün tapırıq 15%-ni, yəni %15-ə vururuq. Sıfırlar ixtisar olunur, 2 vurulsun 15-də 30 şagird. Rəqs 20%-ni tapırıq 200-ün, vurulsun %20-yə. Sıfırlar ixtisar olunur, 2 vurulsun 20-də olur 40 şagird. Son olaraq sistem. Sistemi də %35-ini taparaq hesablayırıq. 200 vurulsun %35. Sıfırlar ixtisar olunur, 2 vurulsun 35-də olur 70 şagird. Hər dərnəyə yazılan şagirdlərin sayını tapdıq, amma hansı üsul bizə daha əlverişli olardı? Əlbəttə ki, cədvəl üsulu, çünki cədvəldə konkret olaraq saylar verilir. Dairəvi diaqramda isə faizlər və yaxud da kəsir hissələri verilir. Baxaq B variantına. Hər uşağın topladığı meyvə yığılan ümumi meyvənin hansı hissəsini təşkil edir? Baxın, nə demişdim? Əgər soruşursa ki, hansı hissəsini təşkil edir, deməli bizə əlverişli təsvir üsulu nədir? Dairəvi diaqram. Dairəvi diaqram olsa daha rahat hesablanardı. İndi isə gələn sütunlu diaqrama uyğun bunu hesablayaq. Ümumi gəlin meyvəni tapaq. Samir nə qədər yığıb? 8 kiloqram. Lalə 4, Elxan 10, Səbinə isə 8. Hər birini topladıqda 10 üzərinə gəlsin 8, 8 və 4 nə edir? 30 kiloqram. Ümumi 30 kiloqramdır. İndi gəlin hər birini hesablayaq. Samirin 8 yığdığı kiloqramı 30-da 8, ixtisar olunanda nə eləyir? 2 ixtisar olunur, 15-də 4. Samirin yığdığı meyvə ümumi meyvənin 15-də 4 hissəsini təşkil eləyir. Laləni də tapmaq üçün 30-da 4 yazırıq və ixtisar eləyirik. 2 ixtisar olunur, 15-də 2. Lalə 15-də 2 hissəsini təşkil eləyir. Elxanı yazırıq 30-da 10, sıfırlar ixtisar olunur, olur 3-də 1. Elxanın yığdığı meyvələr ümumi meyvənin 3-də 1 hissəsini təşkil eləyir. Son olaraq Səbinəyə baxaq. Yenə də 30-da 8, Samir ilə eyni hissəni təşkil eləyir. Yəni 15-də 4. Bugünlük bu qədər idi. Sağ ol.